Sabahınız xeyir olsun, hörmətli TikTok izləyiciləri, hörmətli Nəzarət TV.az saytının izləyiciləri. Gördüyünüz ərazi Lənkəran ərazisidir. Vətəndaşlar zibilli ilə bağlı narazılıqlarını bildirirlər. Gördüyünüz bu ərazi küçə giriş ərazisidir. Şəhid olunur. Çox təəssüflər olsun ki, Lənkəran şəhər kommunal təsərrüfat idarəsi heç bir şikayətə baxmır. Buyurun, gördüyünüz kimi vəziyyət çox acınacaqlı vəziyyət. Nədir bu belə burada artıq başlanır? Valla 15 ildir bunu deyirəm. Zibilləri yığışdırırlar. Bunun da biri gəlir gəlmirlər. Belə şey olmaz efendim. Zibilli, xəstəlik götürmürlər. Yaşayış şeyler. Bəli. Qonşular da şikayət edir bu zibil nədir burada? Bir şeyler var. Tabii. Məcburam burada bunları düzən var. İlk bir şey parçalayır, dağıdır, tökür yerə. Gündə bunları yığıram. Neyniyim mən? Küçədə hər yer biləcəklər. Bəli, bəli. Ayaqdan burası çox şey gəldi. Hər yer belədir, Çox hər yer belədir. Baxmırlar. Hər yer belədir, hər yer. Nə deyirlər? Deyirsən nə deyirlər? Dedik gələr, vaxtımız yoxdur, nə bilim, nə. Neçə gündən bir təmizləyirlər? 15 gündən bir, 10 gündən bir, 15 gündən bir. 15 günə qədər bu asfaltlar başladı gedir. Əslində gəlib 5-6 gündən bir gəlib götürsünlər bu şəkildə.